Videoda faiz mövzusuna aid 5 tipik sualı həll edəcəyik. Bu sualların çoxunu abituriyentlər səhv edir. Keçək birinci sualın izahına. Sualda deyilir ki, kvadratın tərəfini 10% artırdıqda onun sahəsi neçə faiz artar? Kvadratın tərəfini 100% qəbul edək. A bərabərdir 100% idi. 10% artırsaq 100 üstə gəl 10, 110% olur. Və bunu biz ədədə çevirsək 1,1 şəklində yazarıq. Bilirik ki, kvadratın sahəsi tərəfinin kvadratına bərabərdir. Yəni, S bərabərdir A kvadratı. Və A-nın qiymətini 1,1 tapmışıq. 1,1-in kvadratı. 1,121. Və bunu da faizə çevirsək 121% edər. Əvvəlcə biz kvadratın tərəfini 100 qəbul etmişdik. Daha sonra 121% oldu. Deməli, 121-dən 100 çıxarıq. Aradakı artımı taparıq. Bu da eləyər 21%. Deməli, kvadratın sahəsi 21% artar. Bu sual tipi də ən çox səhv edilən sual tiplərindən biridir. Birinci gün mağazadakı ərzağın 30%, ikinci gün isə qalan ərzağın 50% satıldı. 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? Abituriyentlərin çoxusu necədir bu sualı? 30 ilə 50-ni toplayır 80%. Əvvəlcə 100 idi. 80% satılsa, yəni 80% satılmış orada bizdən satılan istəyir. Amma əslində bunun həll yolu belə deyil. Biz əvvəlcə ümumi mağazadakı ərzağı 100% qəbul edirik. 10-30%-ni tapanda bilirik ki, 100-ü 30-a vurub 100-ə bölməliyik. Bu da eləyər 30. Və deyir ki, ikinci gün qalan ərzağın 50%. Yəni 30% satıldıqdan sonra yerdə nə qədər qalır? 100-dən 30-u satılıbsa, deməli 70 qalır. 100 çıxılsın 30 bərabərdir 70%. Və 70-in də 50% satıldı. Deməli 70-dən çıxmalıyıq 70-in 50%-ni. Və bu da 35 edər. Deməli, birinci gün 30% satılıb, ikinci gün 65% satılıb. Ümumilikdə 2 gündə satılan ərzağın faizi 30 ilə 35-in cəmi olar. Bu da edər 65%. Növbəti sual ilə davam edək. Deyilir ki, 2 müsbət ədəddən birinin 30%, digərinin 40%-nə bərabərdir. Kiçik ədəd 15 olarsa, onların fərqinin modulunu tapın. Ədədləri bilmədiyimiz üçün birini x, birini isə y deyək. X-in 30% bərabərdir y-in 40%-nə. Burada məxrəclər bərabərdir deyə, onsuz da onlar ixtisar gedir. Deməli, surətlər də bərabərdir. Sıfırları da ixtisar apara bilərik. Qalır 3x bərabərdir 4y. Və bilirik ki, burada x bərabərdir 4k, y bərabərdir 3k. Kiçik ədəd 15-dir. Kiçik ədədimiz 3k-dır. Yəni 3k 15-dir. K 5 imiş. Böyük ədədimiz isə 4k-dır. 4k-da onda 4 vurulsun 5, 20 olar. Və bizdən bu ədədlərin fərqini istəyir. Bir ədədimiz 20-dir, digər ədədimiz isə 15-dir. Deməli, yazarıq ki, 20 çıxılsın 15, bu da edər 5. Bu sual da maraqlı sual tiplərindəndir. Deyilir ki, diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları satılmış ümumi kitabların sayının 25%-ni təşkil edirsə, mağazada neçə riyaziyyat kitabı satılmışdır? Biz əvvəlcə bilməliyik ki, burada ümumi nə qədər kitab var. Fizika 100, tarix 50, coğrafiya 150, 200, riyaziyyat isə bilmirik, x yazaq. Və ümumilikdə bunun cəmi eləyər 500. Deməli, riyaziyyatda bura daxil etsə, ümumilikdə 500 plus x sayda kitab var. Kimya kitabları, yəni 200 bərabərdir ümumi kitablar. Yəni 500 plus x-in 25%-nə. Burada 100 ilə 25 ixtisar aparsaq, aşağıda 4 qalar. 4-ü 200-ə vurarıq, 800 bərabərdir 500 plus x. X da bərabərdir 300. Deməli, neçə riyaziyyat kitabı satılıb? 300 riyaziyyat kitabı satılıb. B variantı. Və sonuncu suala çatdıq.
Deyilir ki, AB natural ədədləri üçün AB intervalında yerləşən natural ədədlərin sayı AB parçasında yerləşən natural ədədlərin sayının 80%-nə bərabər olarsa, AB aralığında olan natural ədədlərin sayını tapın. Biz bilirik ki, intervallı yerləşirsə, burada sayı tapmaq üçün B çıxılsın A çıxılsın 1 şəklində yazmalıyıq. Əgər parça daxilində yerləşirsə, onda yazırıq ki, B çıxılsın A üstə gəlinsin 1. Və bu parçada yerləşən natural ədədlərin sayının 80%-nə bərabərdir. Yəni, bunun 80-ə vurub 100-ə bölsək, AB intervalındakı ədədlərin sayını tapmış olarıq. İndi isə buradan tənasüb şəklində həll etsək, 10 ilə 8 hər ikisi 2-yə bölünər 5, burada da 4 qalar. 5B çıxılsın 5A çıxılsın 5 bərabərdir 4B çıxılsın 4A üstə gəlinsin 4. Və buradan tapırıq ki, B çıxılsın A bərabərdir 9. Bizə isə AB aralığında deyir. Və bu aralıqdakı ədədlərin də sayını tapmaq üçün elə B-dən A-nı çıxmaq lazımdır. Burada da B-A fərqi bizdə 9-dur. Deməli, cavabımız olur 9.